Salam aleykum, əziz kanalımızın izləyiciləri. Qısa olaraq bugünkü mövzu qurd dərmanlardan olacaq. Hansı qurd dərmanları istifadə etmək lazımdır? Nə vaxt, nə zaman oyun quzularda tətbiq olunur? Bu günləri biz təcrübədən keçirdiyimiz, hansı ki özümüz təsərrüfatda təcrübədən keçirmişik və keyfiyyətini, xeyrini görmüşük. Ondan danışacağım sizə. Məsələn, mədə bağırsaq qurdları üçün mən sizə tövsiyə edərdim, əgər maye şəklində vermək istəyirsinizsə, yəni biraz rahat olsun sizə. Məsələn, Interzal Golddan istifadə edə bilərsiniz. Çünki orada həm mədə bağırsaq üçün gedir və ağciyər qurdları üçün də gedir inşallah. Onu istifadə edə bilərsiniz. Tabletka şəklində Helmitab, Helminox, bunlar da pis deyil, yaxşıdır. Aksavet var məsəl üçün, onu da istifadə edə bilərsiniz. Amma baxın ki, həmişə diqqət yetirin, yəni dərman alanda fərqi yoxdur, hardan alırsınız. Yəni vaxtı keçməsin, yəni bunlar əsas faktorlardır. Çünki vaxtı keçsə heç bir təsir göstərməyəcək və o yüzdən elə şeylərə diqqət yetirin. Bu mütləqdir. Belə deyim sizə. Sonra məsələn, bizim təcrübədə həmişə mən bunu qeyd edirəm, hansı keyfiyyətini görmüşük. Bavermek Fasko istifadə edə bilərsiniz. Qaraciyər üçün, məsəl üçün, qaraciyər qurdlar üçün Bavermek Faskodan istifadə edə bilərsiniz. Orada geniş spektr olduğu üçün artıq siz həm qaraciyər qurdlarına qarşı tədbir görmüş olursunuz və ivermektin tərkibli olduğu üçün iç çöl parazitlər üçün, dəri altı gənələr üçün çox gözəl effekt verir. Yəni bunları mən sizə sadalayıram, qeyd edeyim bir yerə və yenə də deyirəm, sırf məsələ ondan ibarət deyil ki, yəni mən dediyim dərmanlardan istifadə edəsiniz. Müxtəlif çeşidlər var, sadəcə keyfiyyətinə üstünlük verin. Yəni elə bir baytarlığa üstünlük verin ki, harda ki sizə səmimi, belə deyim, normal bir dərmanlar təklif edə bilərlər. Bəziləri çoxsu firmalarından işləyir və s. Bu biraz başqa bir mövzudur. Ona görə demək istəyirəm ki, tanıdığımız, etibar etdiyimiz yəni baytar apteklarına müraciət edə bilərsiniz və onlarla da məsləhətləşə bilərsiniz ki, yəni sizə keyfiyyətli bir dərman versinlər məsələn. Sonra nə qaldı? Bir də ki, bilirsiniz ki, 6 aydan bir, biz həmişə deyirik bu barədə, vurğuluyuruq, beyin qurduna qarşı tədbir görün. Çünki belə deyim sizə, yenə təkrar edirəm. Əgər beyin qurduna heyvan yoluxubsa, müalicə etməyə çətin məsələdir. Yəni, şəxsən mən yenə də deyirəm, indiyənə kimi görməmişəm ki, bizdə Azərbaycanda kimsə beyin qurdunu müalicə eləyə bilsin. Bəzilə səhv salırlar, yenə də deyirəm, təkrar etmək olmasın. Esterozla senerozu səhv salırlar. Məsələn, esteroz olanda da bəzi simptomlar oxşayır beyin qurduna. Hələ bilirlər ki, beyin qurdudur. Çünki bilmirlər, yəni məsəl üçün xəstəliklərin növləri olduğu üçün. Ona görə səhv salırlar. İvermektin vurur, məsələn, esterozda burun qurdları olur da, bilirsiniz də, yəni milçəklər süfrə salır orada, yumurta salır və inkişaf eləyir orada və tədricə heyvana maneçilik törədir. Görürsünüz, fırlanma da olur, heyvanda askırmalar olur və s. Bu esterozun əlamətidir. Yəni ivermektin vurduğunuz halda düzəlir. Siz elə bilirsiniz ki, beyin qurdu müalicə etdiniz, amma yox. Yəni beyin qurdu, yəni yenə də deyirəm, mənim təcrübəmdə, mənim dairəmdə yəni belə deyim, yəni müşahidə etməmişəm ki, kimsə beyin qurdunu müalicə etsin. Ona görə onu yoluxmamaq üçün, yəni belə deyim, o vəziyyətə çatdırmamaq üçün profilaktik tədbirlər görmək mütləqdir. Tenisildir, məsəl üçün tenisil 300-dür, niklovetdir və bəzi fərqi yoxdur. Yəni dediyim kimi, normal keyfiyyətli dərmanlara üstünlük verin. Əsas odur ki, parazguantel tərkibli olsun. Yəni sırf o parazguantel tərkibli bu beyin qurduna qarşıdır. İtlərinizə də verin mütləq, çünki bu itlərdən qaynaqlanır. Bu həmin o beyin qurdu, teniya deyək də, adlandıraq onu. Ona görə birinci itlərinizə verin, saxladığınız itlərinizə verin, vaxtı-vaxtda qurd dərmanı verin və heyvanlarınızdan 6 aydan bir bu dərmanı verin, tətbiq edin. İstər quzu olsun, istər qoyun olsun, fərqi yoxdur. Və vaksin barəsində, yəni bu artıq başqa mövzudur. Bir gün ona da toxunaraq, yəni vaksinlara haçan vermək lazımdır, nə zaman vermək lazımdır. Artıq üzü yaza gedir, bilirsiniz ki, enterotoksemiyadır, brazotdur, onlara qarşı məsəl üçün martdan inşallah
lazımdır verməyə, tətbiq etməyə. Xüsusən təzə otlar çıxır və s. Brazota yoluxlamalar olur tez-tez. Ona görə ilk öncə, məsələn, əgər sizin heyvanlarınız qurd dərmanı verməmisinizsə, ilk növbədə vaksindən öncə bunları tətbiq edin. Əks halda bir xeyri olmayacaq. Yəni, bütün qurd tökülməlidir, təmizlənməlidir. Ondan sonra vaksin, məsələn, enterotoksemiya qarşı və digər vaksinlər istifadə eləməlisiniz ki, xeyrini görəsiniz. Bu qədər qısa istədim sizə izah eləyəm. Dərmanları da dedim, məsəl üçün, hansı ki təcrübədən keçirmişik. Yenə də deyirəm, mütləq deyil ki, siz bu dərmanlardan istifadə eləyəsiniz. Yəni, biz tövsiyə verdiyimiz. Biz sadəcə təcrübədən keçirmişik. Sadəcə, məsələn, onlar olmasa belə, siz baytar həkimdən, məsəl üçün, yəni, satıcı da orada fərqi yoxdur. Ona deyin ki, sizə keyfiyyətli bir şey versin, məsələn. Yoxdursa, onu əvəz eləyən bir şey olsun. Həmişə tərkibə baxın. Məsələn, deyək ki, Bavermek Faskion baxırsınız orada tərkibə, nəyə qarşıdır, fasilyoza qarşı və s. Həmişə o tərkibə baxın, mütləqdir. Bu qədər qısa bir video çəkmək istədim. İndi inşallah irəlidə yenə videolar, çəkilişlər olacaq. Allahın izni ilə. Bu qədər. Düşünürəm faydalı oldu. Sizdən bir dənə xahişim ola bilər ki, kimin xoşuna gəldi, gəlmədi, yəni fərqi yoxdur. Like qoyun, xoşuna gəlmədi, dislike qoyun. Yəni heç bir şey demirik. Hər halda biz burada faydalı məlumatlar verməyə çalışırıq ki, siz də faydalanasınız, bu kanalda yararlanasınız. Bacardığınız qədər paylaşın, komment yazın ki, yəni biz də, bax belə bizim kanalımız, maarifləndirici kanalımız, hansı ki, ancaq mən düşünürəm ki, xeyir görərsiniz, inşallah Allahın izni ilə. Bizim də məqsədimiz zaten budur. Sadəcə sizdən bəyənməkdir, paylaşmaq. Salam aleykum və rəhmətullah və bərəkatuhu.